O kalyeskada olanlar rahat keçərdi, maneə yaratmazdı. Hazırda biz Abbas Mirzə Şərifzadə küçəsindəyik. Burada olmağımızın səbəbi isə barometrin qaynar xəttinə daxil olan şikayətdir. Vətəndaşlar bildirirlər ki, Çatı restoranının qarşısında piyada keçid var. Bura qədər hər şey əladır. Lakin bir qədər getdikdə gördüyünüz bu maneə ilə rastlaşırıq, yəni səki ilə. Bu isə uşaq arabaları ilə olan valideynlərə, eyni zamanda fiziki məhdudiyyətli şəxslərə böyük bir maneə yaradır. Siz qızım, məsələ belədir ki, xəstə olan var, ayaqdan şikəst olan var, kalyeska ilə gələn var. Əlbəttə bu səki maneə yaradır. Əgər oradan heç olmasa bir 2 metr yer açsaydılar, o kalyeskada olanlar rahat keçərdi, maneə yaratmazdı. Bu çox gözəl bir şey olardı. Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə və Yasamal rayon İcra Hakimiyyətinə sorğu ünvanlasaq da suallarımıza cavab verən olmadı.